Hər kəs Michael Jackson'ın dərisini bilərəkdən dəyişdiyini düşünürdü, amma həqiqət insanların düşündüyündən də daha qaranlıq idi. O sadəcə musiqi ilə deyil, həm də xarici görünüşündəki kəskin dəyişikliklərlə dünyanı heyrən qoymuş və eyni zamanda düşündürmüşdü. Ən çox verilən sual isə budur: Michael həqiqətən dərisini əməliyyatla ağartmışdı, yoxsa bu çarəsiz bir xəstəliyin nəticəsi idi? Bu videoda biz onun travmalarından və dəri xəstəliyi ilə mübarizəsindən danışacağıq. Cəmaət arasında gəzən şayələrə görə Michael qara dərili olmaqdan utandı üçün dərisini ağartmışdı. Lakin həqiqət tamamilə başqa idi. Michael'a vitiligo diaqnozu qoyulmuşdu. Bu xəstəlik dərinin müəyyən hissələrində pigment itkisinə səbəb olur və ağ ləkələr yaradır. Bəs niyə birdən-birə ağardı? Əvvəlcə o bu ləkələri tünd rəngli makiyajla gizlətməyə çalışırdı. Lakin xəstəlik irəlilədikcə və ağ sahələr çoxaldıqca tünd makiyaj artıq kömək etmirdi. O dərinin qalan tünd hissələrini də ağardaraq rəngi bərabərləşdirmək məcburiyyətində qaldı. Onun ölümündən sonra keçirilən autopsiya hesabatı vitiligo xəstəliyini rəsmi olaraq təsdiqləmişdi. Michael'ı günəşli havalarda qara çətirlə görməyə hamı öyrəşmişdi. Bu bir kapriz deyildi. Vitiligo olan dəridə qoruyucu pigmentlər olmadığı üçün günəş şüaları onun dərisində ciddi yanıqlara və ağrılara səbəb olurdu. Eyni zamanda o lupus adlı immun sistemi xəstəliyindən də əziyyət çəkirdi ki, bu da onu günəş işığına qarşı həddindən artıq həssas edirdi. Michael'ın xarici görünüşünə olan münasibəti təkcə xəstəliklə bağlı deyildi. O, uşaqlıqda atası tərəfindən fiziki və psixoloji şiddətə məruz qalmışdı. Atasının onun burnu ilə lağ etməsi onda dərin komplekslər yaratmışdı. Keçirdiyi plastik əməliyyatlar əslində özündən, daha doğrusu atasının ona xatırladığı simadan qaçış cəhdi idi. Would he beat you? Too much. Would he only use a belt? Why do you do this to me? No, more than a belt. What else? Ən qəribəsi isə budur ki, insanlar onun dəyişən üzünü gördü, amma daxildə nələr yaşadığını çox az adam anladı. Bəzi yaxınlarının dediyinə görə, Michael gecələrlə yatmır, daim stres və təzyiq altında yaşayırdı. Şöhrət onu zirvəyə çıxartdı, amma eyni zamanda yavaş-yavaş dəyişdirdi. Amma bir şey var ki, Michael Jackson kimi biri bir də gəlmədi. Növbəti videoda başqa bir dünya uldusunun gizli qalan həyatını araşdıracağıq. Hansı məşhur olsun seçimi sizə buraxıram. Kanala abunə olun ki, səs verməni qaçırmayasınız. I will be 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 Tito, Marlon, Jackie, Jermaine, Randy, we love you all.
will be.